bütün sosial şəbəkələrdə fake İlham Əliyevdən, bu fake'dir. Yeriyəndə əlini gah qabağına qoyur, gah dalına qoyur. Heç İlham Əliyevə oxşamır. Bu həqiqi İlham Əliyev. Görürsə həqiqi İlham Əliyev. Elə deyil mi? Həqiqi İlham Əliyev. Baş, göz, quruluş, qulaq, burun, hər şeyini deyə bilərsiniz ki, burnunu düzəltdirir. Bütün sistem dəyişir. Yalan gerçək bəyək qadın alim. Bir-iki prezident aparatından əlaqəli adamla danışdım. Dedi, prezident aparatında yuxarı tərəfində pıçı gedir. Dedi, Qabil, sən deyirsən, ha, o vaxtı Rövşən Əkbərov və Səmədxunun qız nəvəsi Nazir Mavini, general Kərim Vəliyev, İlham Əliyevin 13-cü ildə 3 milyarda İsrailin gücündən oxşarını, çox tədbirlərə özü getməsin oxşarını hazırlatdırıbdı 3 milyarda. İndi bu oxşarı hazırlayan ingilislərlə əlaqəli şirkətlər də, yəni belə ki, hansısa bir laboratoriyalardır da, hansısa bir adamı düzəldirlər, dəyişdirirlər, üz, göz, maska, sifət, o Polad Ələmdarı necə dəyişmişlər. Bunu da elə. Qabil deyir, prezident aparatında söhbət gedir ki, İlham Əliyev 3 milyard verməli idi oxşarının hazır olmasına. Amma pulun yarısını ödəməyibdi. O da oxşar da elə bir ki, birdən-birə düzəltmirlər. Ha, estetik əməliyyatlar, müəyyən əməliyyatlar olur. 6 aydan birdən bir, yəni yavaş-yavaş əməliyyata soxurlar da. İllər çəkir bu. İlham Əliyev də ilkin ödənişi eləyibdi, pulu vermirmiş. Bunlar da bu işi görən, tək Yahudilər də deyil, bu başqa güclərlə əlaqəlidir. Baxırlar ki, İlham Əliyev pulu verməkdə boyun qaçırır. Bunlar da İlham Əliyevin oxşarında bəzi detalları düzgün yerinə getirməyiblər. İlham Əliyev 3 milyard bir hissəsini verib qalanını vermədiyinə görə bunlar əməliyyatı biabırçı şəkildə sonlandırıblar. Yəni İlham Əliyevin oxşarının cinsi orqanı yoxdur. Yəni istər qadın, istər kişi qoymayıblar. Zaten bəlkə də İlham Əliyev də bilirmiş deyib, ki, sən pul vermirsən, onda cinsiyyət orqanı qoymayacaq. İlham Əliyev də deyib, məcbur qoyacaqlar, o nə deməkdir ki? Və hardan çıxış eləyəcək? İlham Əliyevin oxşarı quşlar kimi sıçdığı yerdən siyir. Bəzi heyvanlar deyilədi. Bax, İlham Əliyevin oxşarı prezident aparatında danışırlar. Mən onların yalancısıyam. İlham Əliyev hər kəsə attı, arvada attı, uşağa attı, dosta attı, dünyanın böyük ailələrinə, Astor ailəsi, Rockefeller, Soros, hamıya attı, Putinə attı, Erdoğan'a attı, xalqa attı. Ay, hamıya at-ata gəldi. Ay, axırda bunun oxşarını düzəldən adama da attı. Ay, cəmiliyə də attı. Ay, uşağın əlindən aldı, attı. Ay, nə bilim, dədəsinin milyonun cinayətçi qaldırdılar, dədəsinə attı. Ay, anasını ümumiyyətcə zəhər atdılar, yeməyinə öldürdülər anasını Mehribanı. Ay, kişi. Hamıya attı. Atan şıktı İlham Əliyev. Bir dənə bilmə, Allah Teala'ya da atır bu adam. Atış gəlir. İşin yarıdan o ana pulu ötürmür deyə. Bunu düzəldənlər deyənməz ki, İlham Əliyev ver pulu, cinayətçi qaldırarlar, beynəlxalq məhkəməyə verərlər. Belə şey gizlin aparırlar. Bunu eləyənməzlər. Nə edirlər? Cinsi orqan qoymurlar. Sadəcə CD kanalını anons dəliyindən çıxardırlar. O adam əslində qadındır. Elə işte, bəlkə də qadın deyil. Axırı ki, bütün hallarda deyirlər qadındır. Əgər İlham Əliyev pulu yaxşı versəydi, həm əməliyyat yaxşı aparılacaqdı, burun, baş, hər şey İlhama oxşayacaqdı. Həm də cinsi orqanı yerində olacaqdı. Uzun sözün qısası qardaş, İlham Əliyevin oxşarının hansı görünür? Qulaq başqa, alın başqa, figura başqa, duruş başqa, hərəkət başqa, hər şey başqadır. Ay, deyir, qulaq gündə bir şey eşitməsə, kör olar, kar olar. İlham Əliyev, bəs deyirsən bə. Ağlımıza gəlməyəni başımıza gətirirsən sən, bəs deyirsən bə. Ay, adam mutfildir ha.